Mənə bir dəfə cərimələyiblər. Avtomobili bax belə döngədə saxlayır. Cərimədən xəbərim yoxdur. Bu sürprizdir də o. Bəzən sürücülər şikayət eləyirlər ki, mənə haqsız cərimə gəlir. Belə ki, onlar avtomobili bax belə döngədə saxlayır. Nə qədər cəriməsi var? Cərimədən xəbərim yoxdur. Var da eləyirlər. 40 manat, 2 bal cəriməsi var. Amma bilmirəm sürücü bundan xəbəri var, yoxsa yox. Bilirsiniz burada cərimələnir. Bəli, mənə bir dəfə cərimələyiblər hətta. Sonda niyə təzədən bir də? Məcburam da, yer yoxdur saxlama. Yenə cərimə gələcək. Gəlsin də neyət də başqa. Yəni artıq belə deyək də sürücülər vərdiş eləyirlər. Yəni döngədə, yol kəsişməsində saxlayırlar. Belə olanda da 40 manat 2 bal cərimə olur. Valla xəbərimiz yoxdur heç. Qaya gəlib çəkəndə çəkirlər özləri. Sizcə haqlıdır yoxsa haqsız? Yol ayrıca sayılmır axı bura. Döngələrdə, yol kəsişməsində bax gördünüz bayaqları neçə avtomobilə belə deyək də mane oldu. Düzdür? Belə olanda Bu hissədə saxlayanda mane olmur axı. Mən ortada saxlamışdım. Nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması və durması qadağandır. Odur ki, sürücülər dayanma və durma qaydalarına ciddi şəkildə riayət etməli, yol ayrıcılarında digər nəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaratmamalıdırlar. burada dayanma durma qadağandır nişanı var və bu avtomobilin sürücüsü də düşünür ki, əgər orada avtomobili saxlasam cərimələnə bilərəm. Elə burada avtomobili saxlayım çünki cərimə gəlməyəcək. Amma belə deyil. Elə burada saxlamağın özünün də 2 bal cəriməsi var. Əvvəl saxladığımız yerlərdə indi maşın saxlayıb düşürtməyə bilirəm ki, burada çəkmir. Amma keçən ay 260 manat cərimə gəldi yəni. Allah haqqı. Yəni əvvəl saxladığım yerlərdir ha. Söhbət buradan gedir, bu ərazidən gedir. Məsələn, bu sürücü fikirləşir ki, cərimə gəlməyəcək, amma cərimə gələcək. Bu sürprizdir də o. Sürücülər üçün xüsusi sürpriz paketlər də olur. Yox, cərimə burada gəlməz hər halda. Çünki yəni dayanma durma znakı yoxdur. Bu nişan nədir? Bu nişan dayanma, durma qadağan nişandır. Amma siz burada saxlamısınız. Yenə deyirəm, cərimələnə bilərsiniz. Sadəcə olaraq istəmirəm də cərimə gəlsin. Yəni hər an nə ola bilər? Cərimə ola bilər. Sürücü nişana çatmamış, dayanıbsa, onun hərəkəti belə inzibati məsuliyyət yaradır. Nəticə olaraq onu deyə bilərəm ki, sürücülər yalnız nişana baxaraq deyil, ümumi yol şəraitini də, təhlükəsizliyi də nəzərə almalıdır ki, qaydaların məqsədi unutmayaq ki, cərimə yazmaq deyil, təhlükəsizlik və rahat hərəkəti təmin etmək üçündür. Bizdən burada saxlasaz, burada yenə məsələn 20 manat cərimə. Amma burada saxlasaz 40 manat 2 bal.